Dində olan insan ehtiyatlı olmalıdır ki, şeytan müqəddəslik hissi ilə onun bunun canına salmasın. Ona buna həqarət eləməyə, məsxərə eləməyə, ələ salmağa vadar eləməsin. Dayı, mən din adı ilə bunu eləyirəmsə, yaşıl işıqdır, xeyr, sənin üçün yaşıl işıq deyil. Sən zəhmət çəkəcəksən, kimisə məsxərə eləmədən, kimisə təhqir eləmədən onu qınayacaqsan, haqqı həqiqəti çatdıracaqsan, sözü deyəcəksən. Demirəm ki, etinasız yanaşasan, nə olur olsun. Yox, mövqeyi ortaya qoyacaqsan, amma hər şəkildə yox. Sənin dində olmağın sənə əsas vermir ki, nə istəyirsən eləyəsən, kimi istəyirsən söyəsən, kimi istəyirsən təhqir eləyəsən, kimi istəyirsən məsxərə eləyəsən və özünə də bəraət qazandırasan ki, mən şəxsi dava aparmıram ki, yox, diqqətlə baxsan, görərsən ki, sən şəxsi dava aparırsan, din adı qoymusan onun üstünə. Din adı ilə dava aparırsan. Dində olan insan bəsirətli olmalıdır, fədakar olmalıdır. Mən bu düsturu sizə deyirəm, hədislərdən istifadə eləmişəm. Dindar insanın, müminin imanının artmasının birinci əlaməti onun mehriban olmasıdır. Elə ki, gördün bir adam dindədir, mehribanlaşır, bil ki, imanı kamilləşir. Elə ki, gördün cəmaatı sevməyə başlayıb, günahkarları da sevir, ürək yandırır, hamıya ürəyi yanır, günahkarları da günahdan qurtarmaq istəyir, cəhd eləyir, çalışır, dua eləyir, nəinki onlara lənət yağdırır hər bir günahına görə. Bilin ki, bunun imanı kamil olmağa başlayıb. Bugün təəssüf ki, xəbis insanlar, çirkin insanlar dinə daxil olur. Və təhlükəlisi budur ki, öz xəbisliklərindən qaynaqlanan əməllərinə dini don geyindirirlər. Təbii ki, hamısına aid deyil, bəziləri bilməməzlikdən belə başa düşür ki, mən bilməməzlikdən eləyir. Amma bəzi insanlar da var ki, bütün bu hərəkətləri öz çirkinlikləri səbəbindən eləyirlər. Biri var, bir insan dindən uzaqdır, ona sataşır, buna sataşır, onun abrını aparır, bunun abrını aparır, nə istəyir eləyir. Bir də var, insan dindədir, həmin işləri görür, amma deyəndə deyir, mən din davası aparıram. Din davası kimi təqdim eləyir öz içində olan o çirkinlikləri. İmanın ilk əlaməti mehribançılıq və fədakarlıqdır. Dindar insan insanları sevməlidir, dini sevməlidir və fədakarlıq eləməlidir. İnsanlara xidmət eləməlidir. Bir adamın dindarlığı Peyğəmbərin diqqətini çəkirdi. Bir cavan görürdü, məsələn, namaz qılan, nurlu, qəşəng. Birinci sual nə olurdu adətən? Baxın hədislərə. Deyirdi ki, bunun işinin adı nədir? Bu nə ilə məşğuldur? Elə ki, görürdü ki, bir insan dindardır. O saat soruşmurdu ki, məsələn, hansı müstəhəbləri eləyirsən? Soruşurdu ki, bunun işinin adı nədir? Məşğuliyyəti nədir? Elə ki, deyirlər, bu bekar adamdır. Heç bir işçi, bacarığı, qabiliyyəti yoxdur. Bekardır. Peyğəmbərdən də bu sözü oxuyuram, sizin üçün öz sözüdür. Buyururdu ki, səqətə min əyni, gözümdən düşdü bu. Bu da mənim gözümdən düşdü. Niyə görə? Niyə görə ya Rasulallah? Buyurur ki, bunun hünəri yoxdur, bacarığı yoxdur. Bu gələcək sabah dindən istifadə eləyəcək özü üçün. Bu heç nə bacarmır. Axırıncı yer dindir ki, girsin, dini özünə xidmət elətdirsin. Dini çörək ağacına çevirsin. Dini hörmət vasitəsinə çevirsin. Bu adam 5 insanın yanında hörmət qazana bilməyib həyatda. Gəlib indi dinin içinə soxulub ki, dinə olan etibardan istifadə eləyib, özü etibar qazansın, hörmət qazansın. Bu təhlükəli insanlardır. Peyğəmbər ona görə bunu soruşurdu ki, bu həyatda nəyə nail olub? Yəni namaz qılır, başa düşdü. Həyatda nəyə nail olub, nə bacarır bu, nə işlə məşğuldur? Elə ki, deyirlər, heç nə, deyirdi, onda bu təhlükəlidir. Bu ki, heç nə eləməyib indiyəcən, heç kəsin yanında hörmət qazana bilməyib, heç bir bacarığı, qabiliyyəti yoxdur, bu sabah dini vasitə eləyəcək bu şeylər üçün. Görün, nə incə yanaşma var Allahın Rəsulunda insanlara münasibətdə.